Qulaqlarımız bizə nə məlumat verir? Qulaqlar yalnız eşitmək üçündürmü? Yoxsa yox? Qulaqlarımızda o qədər məlumat var ki, saymaqla bitmir ki, bitmir. Bu günlərə əsas 3 özəlliyindən danışmaq istəyirəm. Hər bir vücud üzvümüz 3 hissədən ibarət olduğu kimi, qulaqlarımız da 3 hissədən ibarətdir. İlk olaraq birinci hissə, yuxarı hissə. Yuxarı hissə, yəni ki, nə qədər geniş olursa, düzgün olursa, bir o qədər bu insanın zəka səviyyəsi yüksək, intellektual bacarıqları, yəni ki, elmi məsələlərdə daha zəki, daha savadlı və digər əlamətlər də burada devrəyə girməsi vacibdir. İkinci hissə isə iç hissəsi, yəni ki, orta hissəsi. Bu hissədə aktiv olması insanın dünya malına, yemək, içmək, gəzmə, əylənmə və s. və ilaxırı bu cür meylləri daha çoxdur və burada təbii ki, digər özəlliklərə də lazımdır baxmaq. Üçüncü və ən maraqlı hissə isə qulağın aşağı hissəsi, qulaq məməsi deyilən hissə, qulaq əti də deyilir bəzi yerlərdə, əslində qulaq məməsi. Qulaq məməsi əgər başa yapışırsa, bu insanlar əmr almağı sevən insanlardır. Qulaq məmələri ayrı olan insanlar isə əmr verməyi sevən insanlardır.